Buyurun uşaqlar, deyin gəlsin səhvlərinizi. Bir. Birdən Bir. başlayırıq. Yaxşı. Nöqtənin yerinə uyğun fikirləri müəyyən etməyimizi istəyir bizdən. Deyir ki, nəhəng maşınlar birləşməsində ikinci söz adamlar sözü ilə əvəz edilsə, ilk sözün birinci növbədə biz bilək ki, burada nəhəng maşınlar nümunəsində ikinci söz maşındır. Maşın nədir? Maşın isimdir. Adlı haldadır. Cəm şəkilsi qəbul edib. Deyir ikinci söz adamlar sözü ilə əvəz edilsə. Aha, maşın uşaqlar cansızdır, konkretdir. Adam olsa nə olacaq? O zaman ilk sözün leksik mənası dəyişər. Dəyişməyəcək uşaqlar. Nəhəng maşın olanda da nəhəng sözü sifətdir. Nəhəng adam olanda da nəhəng sözü yenə də sifətdir. Burada bir şey dəyişmir. Bizə deyir ki, uyğunları müəyyən et, leksik məna dəyişər. Onda bir səhvdir, A-nı silirəm, C-ni silirəm, getdi. 2-də deyir, tələffüzü yazılışından fərqlənməz. Məsələ nədir? Nəhəng sözünün sonu G ilə bitir, düzdürmü? Burada biz fonetikaya dayanaraq BDGC qaydasını yadımıza salırıq. Söz çox heyecanlı, yəni 2 və daha artıq heyecanlı olarsa. BDGC samiti ilə bitərsə, özündən sonra sait gəlsə, olduğu kimi qalacaq. Samit gəlsə, keçəcəkdir kar qarşılığına, nəhəng. Yəni, maşın M ilə başladığı üçün nəhəng kimi tələffüz olunmalı idi. Adamlar A ilə başladığı üçün G dəyişmir, elə tələffüzdə nəhəng adam olduğu kimi qalır. Yəni, tələffüzü yazışından fərqlənməz fikri 2-də düzdür. Həm leksik, həm də məcazi mənada olduğunu düşünmək olar. Həm həqiqi, həm də məcazi mənada. Nəhəng adam deyəndə, bəli, fiziki olaraq çox iri pər adam olsa, nəhəng adam, həqiqi düşünə bilərəm. Bir də düşüncələri ilə, fikirləri ilə nəhəng adam. Məsəl üçün, deyirsən ki, Məhəmməd Əmin Rəsulzadə nəhəng bir adam idi, bayrağımızı dalğalandırdı, yüksəldə bildi. O mənada da məcazi məna bildirir. O zaman mən bu düşüncə ilə 3-ü də doğru götürürəm uşaqlar. Burada 3-ü 3. Aha, 3-ü də götürdüksə. 2-nin 3-ün olduğu cavab əslində cavab E variantıdır. Baxmalıyıq niyə? Məsələn, 4 niyə olmaz? Sətirdən sətrə keçirilməsi mümkün olmaz. Uşaqlar, nəhəng. Yanında maşın olsa da, adam olsa da bir şey dəyişmir. Nəhəng formasında sətirdən sətrə keçirilir. Düzdür bu. Yəni, mümkün olmaz deyəndə mümkün olar. 4 səhvdir. Sən ona görə çıxmalıydın. Tərkibindəki cingiltili samitin səs sayı əvvəlki variantda fərqlənər. Bu elə ikincidə dediyim qaydadır da. Nəhəng, G cingiltilidir, özündən sonra sait gələn dəyişmədi, cingiltili qaldı. Samit gəlsəydi köyə keçəcəkdi, cingiltilinin sayı azalacaqdı. Aydındırmı? Ona görə də düzgün cavab burada E variantıdır. Yəni, bu çox yaxşı sualdır. Bu sualı biz əvvəlki model nümunələrdə də görmüşük. Həm 11, həm 9-da da. Neçə dəfə mən bunu görmüşəm, bu sual tipini. Baxın, bir də deyirəm. Çətin deyil. Sadəcə belə suallarda səbirli və təmkinli, diqqətli olun. Maksimum diqqətli. Aydındır uşaqlar. Keçək növbəti sual. Burada cavabımız oldu E. Sonra. 4 müəllimə. 3. Bu 3-də yenə təkrar sual tipidir. Cədvəldəki hansı sözləri yeri dəyişdirilsə, yol verilmiş səhv düzələr. Feilin şəkilləri ilə bağlı 11 buraxılışa belə bir sual gəlmişdi. Feilin şəkilləri ilə bağlı. Uşaqlar, biz baxaq. Arzu şəklində biləsiniz. Bu niyə belə oldu? Kaş biləsiniz. Deməli, burada birdə problem yoxdur, bu düzdür. Aparam. Burada sözün kökü aparmaqdır. Amma həm şəxs sonluğudur. Yəni, bu feilin əmir şəklidir. 2-ni buradan götürməliyəm. Buradan 2-ni götürməliyəm. Baxasınız. Kaş baxasınız. Elə deyil axı, bəs sısınız qalır. Baxasınız. Diqqətlə baxın. Bax sözün köküdür. Asısınız. Bax, asısınız. Burada ası feilin lazım şəklidir. Buradan mən deməli götürməliyəm.
Buradan götürməliyəm. Kaş aparam kimi də düşünə bilərəm də. Gərək aparam. Hə. 3-ü götürməliyəm, çünki burada aslı feilin lazım şəklidir. Dəqiq bunu buradan götürməliyik. Bu lazım gəlməlidir bura. Lazım şəklində danış, asıyıq. Ası burada lazımdır yerindədir. Deyəsisiniz. Yenə demək kökdür. Ası lazımdır. Deyəsisiniz. Ası lazımsınız. Şəxs sonluğu. Almayasınız. Aha. Sözün kökü almaq. Ma inkar. A arzu, sınız şəxs sonluğu. Uşaqlar 3 ilə 6-nın yeri dəyişməlidir. Bir də deyirəm 3-ü. Baxmaq kökdür. Ası lazım, sınız şəxs sonluğu. Bu olur lazım. 3 gəlməlidir bura. Almayasızda isə almaq sözün köküdür, ma inkardır, a arzudur, sınız şəxs sonluğudur. Kaş almayasınız. A arzu sait arasında gəldiyi üçün yığdan da istifadə olunub burada. Düzgün cavab 3-6 B variantı. Sonra 4 deyilmişdi. Ekran görürsünüz uşaqlar. Bəli, müəllimə. 4-də deyir ki, Təbriz qalxıb əl üzünü yudu və anası ilə birgə süfrə arxasında əyləşdi. Morfoloji təhlil nə deməkdir? Nitq hissələrinə görə təhlil deməkdir. Morfoloji nitq hissəsidir. Yəni Təbriz burada adam adı xüsusi isimdir. Qalxmaq feil, yəni feili bağlama, əl üz isim, yumaq feil və bağlayıcı, ana isim ilə qoşma, birgə zərf, süfrə isim. Bax belə getmək lazımdır. İndi doğru və yanlışlara uyğun təhlildə uyğunluğu istəyir bizdən. Baxırıq. Deyir ki, çərçivədə verilən söz mənsubiyyətə görə dəyişib. Çərçivədə uşaqlar arxasında sözüdür. Bəli, süfrənin arxasısı mənsubiyyətdir. Deməli, bu düzgündür və doğruya da verilib. Biri buradan götürdüm. Feillər hamısı xəbər şəkli. Xeyr, qalxıb dedim o feili bağlama. Feili bağlama feilin təsriflənməyən formasıdır. Xəbər şəkli zaman deməkdir. 2 səhvdir. Səhvdirsə D-ni sildim, Y-ni sildim. 3. Altdan xətt çəkilmiş sözün əvəzinə, yəni Təbriz sözün əvəzinə, bu Təbrizin əvəzinə deyir ki, şəxs əvəzli işlənə bilməz. Təbriz qalxıb olmasın, o qalxıb, bu qalxıb. Ola bilər. Amma işlənə bilməz deyil. Deməli, səhvdir. Bunu da sil, bunu da sil. Cavab qaldı B. Gördünüz nə rahat çıxır cavab. Biri çünki götürmüşük. 4. Adlıq və yerlik halda olan sözlər yanaşı işlənmişdir. Adlıq və yerlik. Uşaqlar, süfrə arxasında, süfrənin arxasında yerlikdir, yanında qeyri-müəyyən yiyəlik var. Deməli, yanaşı işlənməyib, səhvdir və səhvə də verilib. 4 həqiqətən ona görə də düzgün sayılıb. Deməli, səhvdən səhvi götürməlisən, düzdən düzü götürməlisən. O zaman bu uyğun hesab olunur. Bəs 5 niyə olmasın? Qoşma adlı hallı sözə qoşulub, anası ilə, bəli, onun anası mənsubiyyət, başqa hal göstəricisi yoxdur, adlıq, ilə də qoşma. Aydındırmı? Cavab burada B variantıdır. 5. Nöqtənin yerinə hansı fikir əlavə edilsə, yaranan cümlənin ilk sözü adlıq halda olmayacaq. Hə, bunun üçün belə bir diqqət lazımdır ki, sizə fikirləri deyir ki, adlıq olmasın da. Burada nə ola bilər? Mənsubiyyət olsa adlıq olacaq. Deməli, bir şey fikirləşməlisən ki, fikirləri sözünün qarşısına yiyəlikdə söz artırmayasan. Çünki yiyəlikdə artırsan, bu olacaq, həmən yiyəliyin mənsubiyyəti və nəticədə adlıq sayılacaq. Fikirləri əhəmiyyətlidir onun fikirləri, fikirləri çox maraqlıdır onun fikirləri, fikirləri məni valeh etdi onun fikirləri, yenə də əvvəlini yiyəliyi artıra bilirəm. Fikirləri hamının öyrəncidir onun fikirləri, yenə də oldu hamısı mənsubiyyət və adlıq. Fikirləri əsaslandıra bilirdi. Nəyi? Fikirləri. Sadəcə nəyin sualına cavab verirsə, bu olur təsirli hal. Düzgün cavab E variantı. Sonra 6 və 7. 6-da evə gedirik. Məktəbin həyəti doğrunu istəyir bizdən. Evə gedirik cümlədir uşaqlar. Cümlə. Bitmiş fikir var çünki. Məktəbin həyəti ismi birləşmədir. İsmi birləşmə. Bitmiş fikir ifadə edir. Bəli, cümlə bitmiş fikir ifadə edir. Bu düzdür. Söz birləşməsinin bitmiş fikir ifadə etməsi
cümlə kimi olmur. Deməli, bir düzdür. Sözlərdən biri fərqli tələffüz olunur. Evə gedirikdə ki, iğ səsini verir. Məktəbin həyətində, məktəbin həyəti. Evə gedirik. Düzdür. Evə gedirikdə ki sözündə iğ səsini verəcək. Məktəbin həyətində məktəb də fərqli tələffüz olunduğuna görə ortağa getməlidir müəllim. Bəli. Çünki Q-nun qayda var da. Q özündən sonra samit gələrsə, iğ səsini ifadə edəcək. Burada da iğ ştrixli olmalıdır. İkisində ştrixli. Deməli, 2 ortada olmalıdır. 2-ni silməliyik. Biz A getdi, B getdi. Buradan biri götürmüşəmsə, cavab hazırdır. 1, 5. Niyə 5? Tərkibində adlıq halda olan söz var. Məktəbin həyəti, ti. Həyət sözündəki i mənsubiyyət, başqa hal göstəricisi yoxdur, adlıqdır. Bəli, cavab həqiqətən 1, 5-dir. Bəs niyə o birilər olmazdı? Yalnız baş üzvlərdən ibarətdir. Söz birləşməsinin cümlə üzvünə görə getmirsə, məktəbin həyəti, deməli bu 3-dəki fikir ancaq heç birinə aid deyil daha. Çünki biz evə gedirik zərflik xəbər, iki sınıfda ismi birləşmə bütünlüklə götürülür. Cümlə üzvü kimi o bütün olaraq cümlə üzvü olurdu. Orada sintaktik baxımdan təhlil getmir uşaqlar. Söz birləşməsində mübtəda da xəbərdir demirik. Mübtəda və xəbərin ifadə vasitəsi deyə bilərik. 3 ona görə səhvdir. 4-də də sözlərdən biri hal şəkilçisi qəbul edib. Hal şəkilçisi qəbul edib, bu hər ikisi üçün keçərlidir. Ev üçün də keçərlidir, məktəb üçün də keçərlidir. 4 ortada yazılmalıydı. Ona görə də cavabımız olur 1-5-E. Sonra 9. getdi də deyəsən bayaq deyilmişdi. 7 müəllimə. Bir dəqiqə, bu ayrılanlar hara getdi? Pərvanə çıxdı. Dəqiqə. Müəllimə qoşulduq, biz internetimiz getdi. Yaxşı. Dedim, yəqin başda gəldi, sonra qaçdınız. Mürəkkəb cümlə. 7-ci suala baxın diqqətlə. Uşaqlar, bu sual tipləri elə sual tipləridir ki, 100% imtahanda 7-ni eyni tipi görə bilərsiniz. Deyirdilər ki, uşaqlar, mən sizə nə demişəm? Tabeliliyi bağlayıcısı varsa, o cümləni heç təhlillə özünüzü yormayın. O tabeli mürəkkəb cümlədir. Yəni, mən heç bunu oxuyub da 2 qrammatik əsas var ya da yoxda baxmıram. 2-ni gördüm, bu mürəkkəb cümlədir. Sonra başqa harda var, başqa heç yerdə yox, təhlil edirəm. Onlar bunu bilirdilər, amma mənə heç vaxt deməmişdilər. Bilirdilər kim? Onlar. Bu bir qrammatik əsas. Mənə deməmişdilər kim? Yenə də onlar. Bax, uşaqlar, burada 2 dənə xəbər var. Hər iki xəbərin mübtədası bu onlar sözüdür. Deməmişdilər kim? Yenə də onlar. Xəbərlərin ikisi də gəlib eyni mübtəda dayanırsa, bu nədir? Həmcins xəbərli sadə cümlə. Sadə. Məsələn, o birilər niyə olmazdı? Bax, demişik ki, sağ varsa tabelidir, getdi. Demişik ki, hərçənd varsa tabelidir, getdi. İnanıram ki, fikrən ki, artıra bilirsənsə tabelidir, getdi. Qısa konkret, tabeli bağlayıcıların gördün sil tabelidir. Sağını gördün tabeli mürəkkəbdir. Fikrən ki, artıra bilirsənsə tabelidir. Gözünlə ki, görürsənsə yenə tabelidir. Sonra 9-10 müəllimə. bağlayıcı işlənmiş nümunəni müəyyən edin. Bağlayıcı deməklə, yazmaqla onları inandıra bilmədik. Demək ilə, yazmaq ilə. Lalə burada bağlayıcı olmur. Niyə? Çünki mən birincini əvəzləyə bilərəm vələ, amma ikincini əvəzləyə bilmirəm. Belə olanda buna biz həmcins nümunələrdə işlənmiş qoşma deyirik. Və həmişə deyirdim, uşaqlar, vəni la-la əvəzləyəndə, la-nı və yaxud da vənlə əvəzləyəndə həmən dəqiqə atlayıb da bağlayıcı deməyin. Bu ibtidai sinif uşaqları da bilir ki, bunu əvəzləyəndə bağlayıcıdır. Əgər sizə belə bir sual gəlibsə, bilin ki, burada nəsə var. Demək və yazmaq deyirəm, amma ikinci la-nı əvəzləyə bilmirəm. Niyə? Çünki burada həmcinsdir. Əgər ikincisini də əvəzləyə bilmirəmsə, onda mən buna bağlayıcı deyə bilmərəm. Burada qoşmadır. Deməli, A qoşmadır, sildim. Mən çox dedim, o isə inanmadı. Cavab B variantıdır.
Saat səhərlə bağlı sizə bir sxem deyəcəm. Bunu hələ göz yumulu da tətbiq etsəz həmişə düz olacaq. Saat sə nə ola bilər? Feilin şərt şəkli ola bilər. İsə hissəciyi ola bilər. Bir də isə qarşılaşdırma bağlayıcısı ola bilər. Tutalım ki, uşaqlar bu cümlədir də, hə, bu cümlədir. Belə bir cümlədir. Burada bir vergül var. Bilin ki, vergülün solunda sa, sə və yaxud da isə gördünüzsə, bu həmişə bilin ki, ya hissəcikdir, ya da feilin şərt şəklidir. Amma vergülün sağında isə gördünsə, heç şübhə etmədən əmin ol ki, bu bağlayıcıdır. Qarşılaşdırma bağlayıcısı. Ona görə də bax bu isə cavab B-dir, bağlayıcı. Niyə? Niyə? Çünki sağ şərt şəkli və sağ isə hissəciyi olanda həmişə birinci cümlənin xəbərində olur. Ona görə də vergülün solunda olur həmişə. Bunu təhlillə də gedə bilərsən, amma burada görüntü olaraq görüb seçmək vaxt qazandıracaq və həmişə də belədir. Aydındır? Ona görə də cavab B qarşılaşdırma bağlayıcısı isə. C-də yəqin ki, modaldır Şərəf. D-də yol boyunca, yol boyu ilə, canı ilə əvəz edirəmsə, nədir bu? Qoşma. Y-də də gözü məndə olsa da, sağla da yanaşı gələndə nə olur uşaqlar? Ədat. Bəli, ədat. Ədat. Tabedə baş toğa bağlayan vasitələrdən biri ədat. Demək cavabımız nə oldu? B variantı oldu. Sonra. Mən 10 onun müəllimə. Biri şəxsi cümlə deyil. Şəxsi cümlə nədir? Mübtədası olmur. Xəbər üçün şəxsin təkində olmalıdır. Fikrən mübtədanı da bərpa edə bilmirik. Müəllimi görəndə uşağın könlü açıldı. Uşaqlar, könlü açılmaq frazeoloji birləşmədir. Bu könlü açıldı da könlü, ü var ha, mənsubiyyət. Elə bil ki, qarşısındakı yəliklə birləşir, ayıra bilmədiyimiz bir nümunə halına gəlir. Könlü açılmaq frazeolojidir. Müəllimin könlü açıldı, uşağın könlü açıldı. Ona görə də o bütünlüklə götürülməlidir. Xəbər nə zaman? Müəllimi görəndə. Bu da zaman zərfliyi. Cümlə zərflik xəbərdən ibarətdir. Mübtəda yoxdur. Şəxsizdir. Ay bala, bugün işini sabaha qoymazlar. Xəbərə baxın 3-cü cəmində. 3-cü cəmi olmağı nə deməkdir? Bu ya ümumi ola bilər, ya da qeyri-müəyyən ola bilər. Fikir hamıya aiddir də, bugünün işini sabaha qoymamaq hamıya aiddir. Onda bu ümumi şəxsdir. Cavab B-dir. Gec idi. Akif həyətə gələndə gec idi. Zaman zərfliyi və xəbər şəxsi cümlədir. Nə bilim, yanaşıldı, ciddi əməl edilir. Bunlar xəbər üçün təkindədir. Mübtəda da yoxdur bu cümlədə. Cavab nə oldu? B. Niyə? Çünki o cümlə ümumi şəxsidir. Xəbər üçün cəmindədir. Əslində sizə bir şey deyim, bax burada da qısa gedə bilərdiniz. Heç burada da təhlillə özünüzü yormaya bilərdiniz. Xəbər adətən cümlənin sonunda olur. Baxan kimi görürəm ki, burada axırda lar var. Həmən bir də birinci bu cümləyə baxsam, ay bala bu gün işin sabaha qoymazlar. Xəbər üçün cəmindədir. Lar var burada. Axı şəxsiz cümlədə lar ola bilməz. Şəxsiz cümlə üçün şəxsin təkində olmalıdır. Aha, deməli cavab B-dir. Sonra bitdi bu qrammatika. 11. Rəsm əsəri ustanı heyrətləndirdi. Nəticədə şagird və usta həyata daxil oldular. O heyrətləndirdiyi üçün daxil olmadılar və su istəyirdilər, ona görə daxil oldular. Amma daxil olub da baxdılar da. Usta şagirdini də bu gözəl hovuzun suyuna içməyə çağırdı. Yəni çağırır uşaqlar, amma susuzluğa görə çağırır, rəsmə görə yox. Şahnəzər şagirdini rəsm əsərini tamaşa etməyə çağırdı. Bəli, rəsmə heyran olduqları üçün rəsmə tamaşaya çağırır. Ustada yeni ümid yarandı. Ustada. Usta əvvəlki fikirlərini təksib edən fikir söylədi. Hə. Hansı fikir söylədi ay uşaqlar? Burada cavab 3-5-dir. Bəli, ona görə də düzgün cavab E variantıdır. Nəyə diqqət yetirməlisiniz? Burada əslində nəticəni biz görürük, amma rəsmi görən ustanın heyrətinin nəticəsi olmalıdır. Ən sonda deyir ki, o dayanır, fikirləşir, biraz sükut çökür araya, deyir, ən böyük sənətkar bu sadə həyat adamlardır. Bunların ətəyindən üzənin vay, əlini bunların ətəyindən üzənin vay halına. Bəli. Yəni deyir ki, usta əvvəlki fikirlərini təksib edən fikir söyləyir. Təksib edən fikir nədir? Yəni kəndlərdən üzmək lazım deyilsə, nə var onlarda var fikrinə gətirib çıxarır.
Əvvəl deyirdi ki, incəsənət bunların nəyinə lazımdır? Bəli. Aysa o. Baxın, bura baxın. Qoyun dəqiq yerində göstərim. Ancaq incəsənət burada kimin nəyinə lazımdır? Amma sonra gəlir burada deyir ki, elə deyir, əlini bunlardan ətəyindən üzənin vay halına. Yəni nə var? Elə burada var. İlham buradan gəlir insanlara. E variantı. Sonra 12. 16. 12-də üzərində rəqəm yazılmır. Hansı sözün kontekstə uyğun mənasının şərhi səhv verilmişdir? Səhv verilmişdir. Bir nədir? Bürkü. Uşaqlar, havada bürkü boğanaq yəqin ki, eşitmisiniz, yəni duymusunuz da. Bu ona görə düzdür. 2-də 2 hardadır? 2. Nabələd. Nabələd adam, naşı adam deyirik. Bir yer tanımayan, bir yerə təzə gəlmiş adam nabələd. Ola bilər bu da. 3. İlk rast gəldiyim evin qapısının rəzəsi. Rəzə. Qapının rəzəsi nə ola bilər sizcə? Bəzi cihazların dayağı söykənəcəyi. Dayağı söykənəcəyi yox. Qapının rəzəsini taqqıldatdım. Ən azından burada məntiqlə gedə bilərsiniz də. Taqqıldatmaq qapını taqqıldadırsa, rəzəsi, yəni o həyət evlərində qapını döymək üçün üstündən taxılan bir əşya ki var, o qapının rəzəsi odur. Yəni o söykənəcək deyil. O olmasa da qapı ayaqdadır. Ona görə də 3 səhvdir. Məsəl üçün 4-də deyir ki, dolu hovuzdan fəvvarə qalxırdı. Təzyiq altında fışqıran su bu düzdür. 5-də də rəssam lövhəsi deyir. Şəkil, mənzərə, tablo bu da düzdür. Rəzə qapının rəzəsi onun dayağı deyil uşaqlar. Qapını taqqıldatmaq üçün olan yəni bir hissədir ki, yapışdırılır qapının üstünə. Sonra 14. ideya. Bəli, ideya önəmli sualdır. Çünki mətni anlamalısan ki, sən ideyanı çıxara biləsən. Mətnin ideyası ilə ziddiyyət təşkil edən fikir. İdeyanın ziddiyyəti, yəni ideyaya uyğun olmayan, ona əks olan fikir. Sadə insan sənəd nümunəsi yarada bilər. Bəli, kəndlilərin simasında bunu görürük. İnsanlar bəzən yanlış mühakimə yürüdür. Bəli, çünki usta əvvəldə deyir ki, kəndlilərin deyir, nəyinə lazımdır deyir sənəd. Axırda deyir ki, yox, onların deyir, əl üzmək olmaz onlardan. Düzgündür. Təbiət əsl sənətkarın ilham mənbəyidir. Təbiət ona görə düşünə bilərik ki, uşaqlar, niyə görə bunlar kənddə idi? Ola bilər də kənddə onların təbiəti yaratmaq üçün gözəl bir həyətdə deyir, elə ətrafda olan havada, ətrafda olan mənzərədən təsirlənərək yaratmış kimi düşünə bilərik. Əsl sənət əsəri yalnız peşəkar tərəfindən bu səhvdir axı. D variantında əsl sənət əsəri yalnız peşəkarlar tərəfindən yaradılır. Biz görürük axı mətndə bunu kəndli yaradır. Deməli bu səhv fikirdir, ziddiyyətli bir fikirdir. Mətndə verilənə əks fikirdir. Ona görə də cavab D variantı. Sonra uşaqlar 16. 16. mətndə bu milli mənəvi dəyərlərdən bəhs olunmur. Böyüyə hörmət. Ola bilər. Usta şagird, şagird böyüyünə hörmət edir. Qonaqpərvər. Qapını döyür, içəri dəvət edirlər. Qonaqpərvərlikdir bu. Bəyəm hər qapını döyəni içəri dəvət edilirmi? Yəni o dəvət edirsə, demək qonaqpərvərlikdir. Bu da bizə milli bir mənəvi dəyər deyə bilərik. Sənətə qiymət, bəli, onu da görürsən. Sadəlik. Əslində sadəlik milli mənəvi dəyər ola bilər. Amma sözü bütövlük, harda sözü bütövlük var ki? Sözü bütövlük. Sözü bütöv olmur. Əslində əvvəl başqa şey deyir, sonra dediyi fikir təksib edir. Bu necə mənəvi dəyər sayılmır. O xarakteri xüsusiyyət sayılır sözü bütövlük. Ona görə də E variantı burada səhvdir. Sonra Saat 32. nə? var mənim. Nə? Mikrofona kimsə açıqdır, amma nəsə deyir, bəlli deyil. 17 var mənim. Hə, bildim ailəm. Mən səni eşitdim. Səndən başqa kim idisə onu başa düşmədim.
17. Mətnə əsasən cədvəldəki yanlış fikirləri müəyyən edin. Ustanın xarakteri. Yanlış. Ustanın xarakteri etiraf etməyə bacarır. Ailə bu düzdür. Ona görə ki, əvvəldə nə deyir, axırda fikrini təksib edir. Düzdürmü? Bu düzgündür. Çünki yanlış istəyirsə, bir uyğun gəlmir. Müdrik ola bilər. Çünki bir insan dediyi sözün səhv olduğunu başa düşüb. Əgər doğrusunu dilə gətirməyə bacarırsa, yəni egoistcəsinə bunu təksib etmirsə, bu insan deməli müdrikdir. İnsandır da, yanlış ola bilər, yanlış düşünə bilər. Amma bunun fərqinə varmaq müdriklikdir. 1, 2 düzdür Aylin. Biz ona görə də bax A-nı silirik, C-ni silirik, D-ni silirik. 4, 5, 3, 5 deməli 5 avtomatikdir. Baxaq indi. 4 ilə 3-ə baxmalıyıq. Digərlərinin ustaya münasibəti. Ev sahibi ona ehtiram bəsləyir. Ona ehtiram bəsləyir. Digərlərinin ev sahibi ustaya ehtiram bəsləyir. Sənətinə hörmət edilir. Ola bilər. Sənətinə hörmət edilir, hə. Şagirdinə qarşı bəzən kobudluq edir, onu görmürük. Yəni mən burada 4-ü səhv olaraq götürmüşəm, sənətinə hörmət edilir. Çünki mətndə orada deyirdi ki, rəncbər olsaydıq bəlkə daha çox əzizlənərdik, yoxsa belə iş tapmaq yəni rahat deyil. Amma cavabda fərqli çıxıb, Y çıxıb. Şagirdə onun sənətinə hörmət bəsləyirdi. Hətta onun elədiyi sənət nümunələrini göstərirdi ki, mən də onun yolu ilə gedəcəm. Belə bir fikir var idi. Bəli, Ona əsasən hörmət edilir. deyə bilərik. Orada Aylin onun sənətinə hörmətdən gedir, şəxsinə dair yox. Yad adamın rəsminə valeh olur. 6 düzdür, 6 heç cavabda da yoxdur, ona görə çıxırıq. Bizə lazımdır 3 bir dənə. Ev sahibi ona ehtiram bəsləyir. Ev sahibi digərlərinin ustaya münasibəti, ev sahibinin ehtiram bəsləməyi, ev sahibi sadəcə yəni su üçün evə dəvət edir orada. Bu xüsusi bir ehtiram usta olduğu üçün ehtiram məsələsi yoxdur orada. Çünki ustanın ehtiramını saxlayıb, amma deyir, ustanın ehtiramını saxlayıb əvvəlcə onun içəri keçməsini və sudan içməsini gözlədim. Bax burada bunu deyən kimdir? Bunu deyən gəncdir də, müəllimin ehtiramını saxlayır. Ona görə bu fikir Aylin kəndliyə yox, ustanın şagirdinə aiddir. Aydındırmı? Ona görə cavab bəli, Y variantı 3, 5-dir. Anladım, mənə çox sağ olun. Başqa uşaqlar, 22. açıqlarda vəziyyət. Bunun açıqlarını yoğunlaşdıra bilmisiniz? Şübhəniz yoxdur. Mən 19-un ikincisine yaza bilmədim. Mən bilmədim nə yazılır. Gözəl bir sənət əsərini yalnız ömrünü sənətə həsr etmiş sənətkar yarada bilər. Fikrini mətnə sızıb təsdiq və inkar edin. Yalnız demək səhvdir də. Çünki kəndli ömrünü sənətə həsr etməyib axı. Kəndlinin işi, peşəsi başqadır. Düzdürmü? İndi ürəyinə düşüb, marağına düşüb nəsə bir sənət əsəri yaradıb. Elə olanda fikri təsdiq yox, inkar edir yazacaqsan. Fikir inkar edilir. Niyəsini də qeyd etdiyim kimi. Növbəti mətnə keçirik. Nizaminin obrazını yaradan rəssam. 22. Mətni yazmaqda müəllifin məqsədi. Maraqlı bir sualdır. Müəllifin məqsədi. Sənətkarın yaradıcılıq haqqında məlumat vermək. Yaradıcılığı. Ola bilər. Elm təhlillərinin nəticəsini paylaşmaq. Burada elmi təhlildən söhbət getmir, B-ni silirəm. Dahi sənətkarları bir-biri ilə müqayisə etmək. Yox, ay uşaq, elə bir şey yoxdur. Oxuculara ədəbiyyata sevgi. Məsələ ədəbiyyat deyildi. Ədəbiyyat olsaydı, burada Nizaminin portretindən danışır. Nizaminin əsərlərinin maraqlı olduğu məqamları bizə vurğulamır ki. Ona görə 4-də sildim. Çaşdırmaq üçün qoyublar. Azərbaycan rəssamlıq sənətinin ilk nümunələrini göstərmək. İlk nümunələr idimi o ümumiyyətlə? İlk nümunələr deyildi axı. Ona görə də sənətkarın yaradıcılığı haqqında məlumat verir. Sənətkar kimdir? Burada sənətkar Qəzənfər Xalqovdur. Onun haqqında məlumat verirsə, deməli onun
yaradıcılığı haqqında məlumat vermək ola bilər. A variantı. 23. Qarşısına rəqəm yazılmış sözlər əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Qarşısına rəqəm yazılmış sözlər. 1. Prototip. 2. İz qoymaq. Prototip. Uşaqlar, ümumiyyətlə prototip bədii əsərdə hər hansı bir obrazın əsasında dayanan real həyatdakı obraz onun prototipi adlanır. Burada deyir ki, prototip məcazidir. Əslində izahı düzdür. Amma məcaz deyil də, həqiqidir. Çünki həqiqətən real həyatda əsərdəki obrazın qarşılığı var. Bir səhvdir. Onda A gedir, D gedir, C gedir. 2 də sənət tarixində iz qoymaq. Biri var, yeriyirəm, qarda iz qoyuram. Bu həqiqi olardı. Amma sənət tarixində iz qoymaq məcazidir. Güclü təsir olmuş. Yəni güclü iz qoyub təsir olmuş. 2 ola bilər, düzdür. 3. Nizaminin portretini necə yaratdığı. Portret həqiqidir, düzdür. Bədii əsərdə personajın xarici görkəminin təsviri surət. Bu tək bədii əsər üçün keçərli deyil ki. Real həyatdakı insanın da şəklini çəkəndə portret ola bilər. Ona görə 3-ün izahı düz olmadığı üçün səhvdir. 1-i 3-ü çıxanda da cavab 2 götürmüşəm, qalır 2, 5. 5 nədir? 5 burada adı rəssamlıq tarixinə qızıl hərflərlə yazılan sənətkar. Ayşələr, qızıl hərflə yazmaq məcazidir. Qızıl üzük, qızıl sırğa həqiqi olardı. Qızıl hərflə yazmaq məcazidir. Yəni, yadda qalan fəaliyyəti xeyirxah əməli ilə adı əməliləşdirilib. 2, 5 cavab olur burada E variantı. Burada diqqətli olmaq lazımdır. Niyə? Çünki həm sən həqiqi məcazini tapmalısan düzgün, həm də sözün izahına baxmalısan. İkili. 26. Tünd qara hərflə verilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirləri. Doğru, tünd qara hərflə verilib. Mən diqqət etmirəm, hardadır bu? Hardadır tünd qara hərflə verilən söz? Hə. 6-cı abzasın sonuna baxın. Deyir ki, rəssamlıq sənətinin yüksəlişində Qəzənfər Xalıqovun xüsusi yeri var. Qəzənfər Xalıqovun xüsusi yeri var. Burada biri deyirsən ki, məclisə daxil olsun, deyirsən, sənin yerin burada əyləş. Amma sənətdə, ədəbiyyatda, incəsənətdə, yəni yeri var deyəndə bu məcazidir. Ona görə də bir səhvdir. Həqiqi məna dediyi üçün bax, bir olan variantları biz silək. Fiziki ölçüləri olan məkan. Bu da səhvdir. Burada dedik ya məcazə məna. 1 ilə 2-ni çıx. 2-ni çıxanda cavab 3, 4, 5. Məcazi düzdür. Sənin öz rolun var, öz yerin var, düzdür. Töhfə sözünü həmin sözün yerinə işlətmək mümkündür. Bəli, öz yeri var, öz töhfəsi var, olar. Cavab B. Bu yerlərdə bir qərib yolçu keçdi. Nədir? Həmin sözün kontekstə mənasına uyğun nümunə işlənmişdir. Yox, burada uyğun gəlmir. Qərib yolçu keçdi. Sonra uşaqlar. 27. Mətnlə bağlı fikirlərdən doğru olanı müəyyən edin. Rəssamın şəxsi həyatı geniş əks olunub. Şəxsi həyat necə geniş əks olunub ki? Onun sənətinin, yəni işləri geniş əks olunub. Səhvdir bu. Xalıqovun təhsilə başlamasının rolundan danışır. Yox, jurnala başlamanın rolundan danışmır. Sadəcə onun da rolu olduğu vurğulanılır. Rəssamın əl işlərinin çoxu günümüzə çatmayıb. Çatıb, çatmasa necə xəbər tutardıq? Səhvdir. Əzim Əzimzadə Xalıqovun uzun illər rəssamlığın sirlərini öyrədib. Əzim Əzimzadə Xalıqov uzun illər rəssamlığın sirlərini öyrədib. Uzun illər yox. Elə o bir müddət olub. Mətndə bəhs olunan şəxslərdən birinin təəssüf hissi yer alıb. Hansı təəssüf hissidir? Kim deyər uşaqlar?
Adıgözəlovun orada çıxışı var idi. Hı. Biz deyir ondan çox şey öyrənə bilərdik, amma gənc olmuşuq. Yəni Bunu dərk edə bilməmişik. İndi düşünüb xatırlayıb yadigar əməllərindən öyrənirik. Yəni Gülşən Adıgözəlova təəssüf hissi bu hissədə. Cavab ona görə də E variantıdır. Belə. Açıqlarda burada vəziyyət. Nöqtənin yerinə məzmuna uyğun ifadə 29. Oxuya bilərəm. Bəli. Bir də yazmışam ki, mühafizə olunur. 2-də də yazmışam, dərin hisslər qoymuşdur. Portret əsərləri mühafizə olunur. Hə, müəllim. Filmlərin çəkilişində qurşun rəssam kimi. İz qoymuşdur, dərin iz qoymuşdur. Yox, rəssam kimi iz qoymur. Rəssam kimi çalışır, işləyir, fəaliyyət göstərir olar. Yox, Ayan, səhv söz qoymusan. Çünki portret əsərləri göstərilir, nümayiş olunur. Tamam, başqa cür getmisən, Ayan. İkisi də səhvdir. Bəli. müəllim, mən birincidə saxlanılır yazmışdım. O olar. Olar. Belə, başqa sözü sualı qalan uşaqlar kimə nə aydın oldu? Müəllim. Nə yazmışdın Müstəba? Birə yazmışdım. Uzun sözünü həqiqi mənada işlətmişdi. Uzun illər təsviri sənətin sirlərini öyrənib. Uzun illər nədir burada? Məcazi. Düzdür, həqiqidə nə yazarsan, necə yazmısan? Yazmışam uzun ip, uzun yol. Olar, düzdür. Mən də oxuyum. Oxu. Mən birincidə yazmışam uzun insan. İdmanla məşğul olan insanlar uzun olurlar, boyca uzun olurlar. 2-də yazmışam ki, Uzun Həsən. Uzun Həsən hökmdar olmuşdur yazmışam. Amma sual biraz maraqlı qoyulub uşaqlar. Çərçivədə verilmiş söz əsasında sözün mətndəkindən fərqli mənada olan qarşılığı deyir. Qarşılığını istəyirəm. Qarşılığını Oradan istəyir. oxuyum mən onu. Oxu Zəhra. Orada mənə uzun sözü verilib. Mən onu mətndə məcazi mənada da, həqiqi mənada da onun qarşılığı olaraq hündür yazmışam mən. Hündürü də yəni nümunə olaraq cümlədə isə hündür binalar inşa edilir olaraq yazmışam. Ay sağ ol, olar. Sual tamam başqa cür anladınız. Diqqətlə baxın. Deyir ki, sözün mətndəkindən fərqli mənada olan qarşılığı, baba açardı sənin üçün. Qarşılığı. Ona görə də sən burada yazmalıydın. Hündür boy mənasında, uca boy mənasında. Bir də vardı ki, deyir Burada biz bir ondan uzun danışdıq. Mən ondan uzun danışdım. Yəni arası kəsilmədən uzun müddət mənasında, amma uzun sözünü O işlətmirsən da də. məcazi olaraq yəni Burada Əslində həqiqi məcazi getmir sizə burada mənim uşaqlar. yazımım. Sözün leksik mənasını, sualın mətndəkindən standartı fərqli amonimdir. mənada. Necə? Mətndəkindən fərqli mənada istəyir. Axı bizdə qarşılığını ona görə deyirdim ki, uzun söz, yəni uzun danışıq olaraq olanda eyni Sən mənada düz olmur. gəlirdin Zəhra, daha da qarışdırma. Mətndəkindən fərqli mənada olan qarşılıqdan söhbət gedir. Söhbət burada leksik mənadan gedir. Sualın standartı sözün amonimliyidir. Həqiqi məcazi məna deyil burada. Amonimlikdir. Yəni Mən sözün başqa mənada işlənən fikir olaraq. Hə, başqa kim nə yazıb? birincidə ucaboy yazmışdım. O ucaboy oğlandı. Aha. İkincisində böyük mənasında yazmışdım. Onun sözləri çox böyükdür. Onun sözləri çox böyükdür deyəndə onun sözləri çox uzundur deyə biləndə biraz məntiqsiz olur axı. Yəni biz necə olmalıdır? Elə şey eləmə, elə söz qoymalısan ki, uzun söz də məzmuna uyğun gəlsin. Amma biz uzun sözünü yox, onun qarşılığını istifadə edərək gedək. Birinci düzdür, ikinci yox. Uzunun yerinə neçə yazmışam, elə neçə illərdir. Olar uzun illərdir, neçə illərdir, elə olar. Hə.
Mən də vaxt mənə uzun gəlirdi kimi yazmışam. Amma uzun sözünü orada yazma da. Vaxt mənə uzun gəlirdi mənasında uzun sözün əvəzinə nə qoya bilərsən? Vaxt mənə bitməz gəlirdi, aramsız gəlirdi. Yəni məzmun uzun sözünü, amma onu sən başqa söz qoymalısan yerinə, başqa məna ilə əvəzləməlisən. Aydındır uşaqlar. Şərtə diqqətli olun. Həqiqi məcazi ilə getmədiniz. Belə, başqa yoxdursa sualımız yekunlaşdıraq bu günlük. Sağ olun. Buyurun. Bu mənim. Hələlik, sağ olun. Sağ Sağ olun. olun. Sağ olun müəllim.